Hər vaxtınız xeyir, hörmətli qrup rəhbərləri və qrup üzvləri. İlk öncə, ilk mövzunu mənə həvalə etdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Mövzumuz insan psixikasının əsas prinsipləridir. Gəlin əvvəlcə insan psixikası nədir, ondan tanış olaq. İnsan psixikası, insanın xarici aləmi və özünü dərk etməsi, onu əks etdirməsi və bu informasiyaya əsaslanaraq davranışını tənzimləməsi ilə bağlı olan mürəkkəb psixoloji proseslər sistemidir. Psixika həm bioloji, həm də sosial bir mahiyyətə malikdir və insan fəaliyyətinin bütün sahələrində mühüm rol oynayır. İnsan psixikasının öyrənilməsi psixologiya elminin əsas istiqamətlərindən biridir. Bu sahənin dərin araşdırılması insanın davranışını, onun inkişafını və ünsiyyətini daha yaxşı anlamağa imkan verir. Psixikanın əsas prinsipləri onun fəaliyyət mexanizmini və mahiyyətini daha dərindən başa düşmək üçün elmi əsaslar yaradır. İnsan psixikası İki əsas amilin qarşılıqlı təsiri nəticəsində formalaşır ki, onlardan biri bioloji, digəri isə sosial əsasdır. Gəlin ilk öncə bioloji əsas nədir, onunla tanış olaq. Sinir sistemi, xüsusilə beyin fəaliyyəti psixikanın maddi bazasını təşkil edir. Psixika sinir sisteminin funksiyası kimi formalaşır. Bəs sosial əsas nədir? Sosial əsas isə insan cəmiyyətdə yaşayır, inkişaf edir, dil öyrənir, əxlaqi və mədəni dəyərləri mənimsəyir. Bu da onun psixikasına böyük təsir göstərir. Bu iki təməl komponentin vəhdəti insan psixikasının unikal və çoxşaxəli olmasını təmin edir. İndi isə insan psixikasının əsas prinsipləri ilə gəlin tanış olaq. Birinci prinsip obrazlı əks etdirmə prinsipidir. Obrazlı əks etdirmə prinsipi nədir? Psixika insanın ətraf mühiti obrazlar vasitəsilə əks etdirməsini təmin edir. Hansı ki, bu obrazlar duyğu orqanları vasitəsilə alınan informasiyaların beyində təhlil olunması nəticəsində yaranır. Məsələn, biz bir əşyanı görürük. Onun formasını, rəngini, ölçüsünü və digər xarakterik xüsusiyyətləri isə psixikamızda müəyyən obraz kimi formalaşır. Bu prinsip onu göstərir ki, insan ətraf mühiti birbaşa deyil, onun beyin tərəfindən formalaşdırılan obrazları vasitəsilə qavrayır. Məsələn, bir uşaq ilk dəfə pişiyi görür. Onun yumşaq, tüklü və kiçik olduğunu yadında saxlayır. Sonra başqa bir oxşar heyvan görəndə isə onu da pişik kimi tanıya bilər. Bu, onun psixikasında pişik obrazının formalaşdığını göstərir. İnsan psixikasının prinsiplərindən bir digəri isə aktivlik prinsipidir. Bəs aktivlik prinsipi nədir? İnsan psixikası pasiv şəkildə informasiyanı qəbul etmir. Ətraf aləmi fəal şəkildə öyrənir, onu təhlil edir və dəyərləndirir. Psixika daim fəaliyyətə yönəlib. Hansı ki, bu fəaliyyət düşünmə, öyrənmə, planlaşdırma və qərar vermə ilə özünü göstərir. Bu prinsip insanın sadəcə müşahidəçi olmadığını, daim ətraf mühitə təsir göstərdiyini və onu dəyişdirməyə çalışdığını göstərir. Belə bir misal göstərək. Bir şagird dərs zamanı müəllimin dediklərini sadəcə dinləmir, ona suallar verir, misallar çəkir, yeri gəldikdə mübahisə edir və öyrəndiklərini təcrübədə tətbiq edir. Bu, onun psixikasının aktiv olduğunu göstərir. Digər prinsiplərdən biri inkişaf prinsipidir. Deməli, psixika statik deyil, dinamik və inkişaf edən bir sistemdir. İnsan həyatının mərhələlərində, yəni uşaqlıqdan qocalığa qədər psixika dəyişir və inkişaf edir. Bu inkişaf həm bioloji amillərlə,
Yəni beynin yetişməsi ilə, həm də sosial amillərlə, hansı ki, bura təhsil, ünsiyyət, həyat təcrübəsini aid etmək olar, şərtlənir. Belə bir misal göstərək. Uşağın psixikası ilkin mərhələdə daha çox hissi qavrayışa əsaslanır. Lakin müəyyən zaman keçdikcə məntiqi təfəkkür və sosial bacarıqlar inkişaf edir. Qısaca olaraq belə deyə bilərik ki, psixika daim dəyişir və inkişaf edir. Yaş və təcrübə ilə birlikdə isə formalaşır. Məsələn, 3 yaşlı uşaq səbəblə nəticə arasındakı əlaqəni başa düşə bilmir. Amma o artıq 10 yaşında olanda artıq əgər belə etsəm, bu baş verəcək kimi düşünə bilir. Bu psixi inkişafın göstəricisidir. Deməli, insan psixikasının digər prinsiplərindən biri şəxsiyyətlilik prinsipidir. İnsan psixikası unikaldır və şəxsiyyət ilə sıx bağlıdır. Hər bir insanın psixikası onun fərdi təcrübəsi, maraqları, emosional vəziyyəti, motivasiyası və məqsədləri ilə formalaşır. Hansı ki, bu prinsip göstərir ki, eyni hadisə müxtəlif insanlar tərəfindən fərqli şəkildə qavranıla və dəyərləndirilə bilər. Qısaca belə deyə bilərik ki, hər bir insanın psixikası onun şəxsiyyətinə uyğun fərqli şəkildə formalaşır. Məsələn, belə deyək, eyni çətinliyi olan 2 tələbə. Onlardan biri stresə düşür, digəri isə digər tələbəni stresə salan, məsələn, hər hansı bir hadisə mi deyək, onu motivasiya kimi qəbul edir və daha çox çalışır. Bunlar arasındakı fərq isə onların psixik quruluşu və şəxsiyyətindən irəli gəlir. Şuur və vəhdətin fəaliyyəti prinsipi nədir? Biz bilirik ki, insan psixikası şuurla sıx əlaqəlidir. Şuur insanın özünü və ətraf aləmi dərk etmə qabiliyyətidir. Fəaliyyət isə bu dərk etmənin nəticəsi olaraq baş verən davranış və qərarlardır. Psixika həm fəaliyyətə təsir edir, həm də onun vasitəsi kimi formalaşır. Bu qarşılıqlı əlaqə insanın adaptasiyasını və yaradıcı fəaliyyətini mümkün edir. Qısaca, insan əvvəlcə düşünür, yəni şuurlu şəkildə qərar verir, sonra isə fəaliyyət göstərir. Məsələn, belə bir misal çəkək. Bir insan düşünün ki, kiminləsə mübahisə edib. Həmin insan sonradan sakitləşib və belə düşünür. Mən bu sözü deməməli idim və üzr istəyir. Bu artıq onun davranışını şuurlu şəkildə analiz etdiyini göstərir. Digər prinsiplərdən biri əlaqəlilik və sistemlilik prinsipidir. Bilirik ki, psixi proseslər bir-biri ilə sıx bağlıdır və insan psixikası vahid sistem kimi fəaliyyət göstərir. Bu sistemli yanaşma insanın davranışlarını, onun qərarlarını kompleks şəkildə izah etməyə imkan verir. Məsələn, imtahan zamanı tələbə əvvəlcə sualı qavrayır, sonra öz yaddaşına müraciət edir, düşünür və cavab verir. Bu, qavrayış, yaddaş və təfəkkür proseslərinin birlikdə işlədiyini göstərir. Digər bir prinsip isə reflektivlik prinsipidir. Hansı ki, insan psixikası yalnız ətrafı əks etdirmir, həm də özünü dərk etmə qabiliyyətinə malikdir. Bu prinsip isə özünü müşahidə kimi də başa düşmək olar. İnsan öz davranışlarını, öz hisslərini və düşüncələrini analiz edə, qiymətləndirə və tənzimləyə bilir. Məsələn, bir işçi özündə tənbəllik hiss etdiyini anlayır və qərara gəlir ki, artıq vaxtını düzgün planlamalıdır. Bu, onun öz psixoloji vəziyyətini reflektiv şəkildə dərk etməsi deməkdir. Və son olaraq qeyd eləyə bilərik ki, insan psixikasının əsas prinsipləri onun mürəkkəb və çoxşaxəli təbiətini izah etməyə imkan verir. Hansı ki, bu prinsiplər insanın ətraf mühiti necə qavradığını, onunla necə qarşılıqlı əlaqəyə girdiyini və necə inkişaf etdiyini izah edir.
Psixikanın bu prinsiplər əsasında araşdırılması pedaqoji, psixoloji və tibbi sahələrdə praktiki nəticələrə səbəb olur. Mən yenə də sonda qrup rəhbərlərinə öz təşəkkürümü bildirirəm ki, bu mövzunu mənə həvalə etdilər. Çox sağ olun.